Mayın 16-sında ölkə ərazisində hava yağıntılı olacaq. Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, bəzi yerlərdə az yağış yağacaq, şimşək çağacaq. Mülayim şimal-qərb küləyi arabir güclənəcək, temperatur gecə 15-18, gündüz 19-24 dərəcə isti, atmosfer təzyiqi isə 753 mm civə sütun olacaq. Sabah Naxçıvanda da arabir yağış yağacaq, bəzi yerlərdə intensivləşəcək, temperatur 18-20 dərəcə isti olacaq. Azərbaycanın bir çox rayonlarında sabah yağış yağacaq, arabir intensivləşəcək, axşam şərq rayonlarında bir qədər də güclənəcək, şimşək çağacaq, dolu düşəcək, yüksək dağlıq ərazilərdə qar yağacaq. Duman ehtimalı var, qərb küləyi bəzi yerlərdə güclənəcək. Temperatur gecə 14-17, gündüz 20-25, dağlarda gecə 4-8, gündüz 8-13, bəzi yerlərdə isə 17 dərəcə isti olacaq.